Gəlin sizə bir yer göstərim, xəbəriniz olsun. Axır vaxtlar Bakıda 3 manata lavaş arası lülə verənlərin sayı artıb. Hamısı da bir-birinə oxşuyur. Amma bu mövzuda hamıdan fərqlənən bir yer var. Deməli burada təkcə lüləni deyil, bütün kababları 3 manata verirlər. Hətta balıq kababını da. Amma jackpot bu deyil. Burada kabab dürümün yanında pulsuz ayran da verirlər. Ona görə də yeni açılmağına baxmayaraq müştəriləri boldu. Buranı TikTokda görmüşdüm. Canlı olaraq da yoxladım. Məkan sahibinin öz ferması var. Dediyinə görə ət oradan gəlir. Elə məkandaca şişə vurulur və manqala düzülür. Sonra da qaynar lavaşa çəkilir. Təbii ki, soğan, göyərti və sumaq da öz yerində. Biz içalat, lülə, balıq və toyuq kabablarını yoxladıq. Açığı içalatı bəyənmədim. Yəni daha yaxşı hazırlaya bilərdilər. Toyuqla lülə normal idi. Balıq isə möhtəşəm. Gözlədiyimdən daha yaxşı. İdeal dad və keyfiyyət axtaranlara isə deyim ki, 3 manata yanında limitsiz ayranla birgə kabab yeyirsənsə, dad gözləntin çox da yüksək olmalı deyil. Bir də lavaşları mənə görə biraz qalın idi. Amma dostum deyir, belə olmasa doymaram. Bura ayaqüstü məkandır. İşdən və ya dərsdən çıxan və möhkəm acanlar burada ayaq saxlayır, qəşəng kabablayıb yedirlər. Məkan Ukrayna dairəsindən Xəzər yoluna düşəndə 200 metr irəlidə sağda yerləşir və 7/24 işləyir. Heyif ki, çatdırılmaları yoxdur. Amma ac vaxtınızda özünüzü mütləq bura çatdırın. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.